Rusiyada 1 mart 2026-cı il tarixindən etibarən xarici vətəndaşla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsasların siyahısı genişləndirilibdir. Xatırladım ki, Rusiya Federasiyasının əmək məcəlləsi əvvəllər əmək müqaviləsinə yalnız federal səviyyədə müəyyən edilmiş məhdudiyyətlər tətbiq olunduğu halda xitam verilməsini nəzərdə tuturdu. Yeni dəyişikliklərə əsasən artıq regional hakimiyyət orqanlarının qərarları da belə əsaslara daxil edilibdir. Vacib məqam ondan ibarətdir ki, bu qadağa aşağıdakı şəxslərə şamil edilmir. 1. Rusiyada müvəqqəti və ya daimi yaşayan, müvəqqəti yaşamaq icazəsi və ya yaşayış icazəsi olan xarici vətəndaşlara, o cümlədən də Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin vətəndaşlarına. 2. Həmçinin qadağa xaricdə yaşayan soydaşların Rusiya könüllü köçürülməsinə dəstək üzrə dövlət proqramının iştirakçısına, yüksək ixtisaslı mütəxəssislərə və onların ailə üzvlərinə də şamil edilmir.